Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Biz bir neçə dəfə məlumat vermişdik ki, son 2 maddə qalıb və Ermənistan tərəfi 2 açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə bildirib. Buna görə də mətn üzrə işlərin yekunlaşdırılmasını qeyd edə bilərik, deyə nazir vurğulayıb. Ceyhun Bayramov əlavə edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılmasının baş tutmasıdır. Əlavə olaraq keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təchizatçılarının da ləğv olunması vacib amildir, deyə Ceyhun Bayramov fikrini tamamlayıb. Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı. Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri isə başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.